2026-cı ildən etibarən Azərbaycanda əmək haqqı hesablamaları yenidən gündəmə gəlib. Qeyri-neft qaz sektorunda tətbiq edilən müddətli gəlir vergisi güzəştlərinin başa çatması maaşlardan tutulan məbləğlərə diqqət artırıb. Valyutaz xəbər verir ki, trendə açıqlama verən iqtisadçı ekspert Allahverdi Aydın, məsələnin daha aydın anlaşılması üçün dövlət sektorunda çalışan bir işçinin maaşı üzərindən hesablama aparıb. Tutaq ki, Əhməd adlı vətəndaş dövlət sektorunda çalışır və aylıq əmək haqqı 1200 manatdır. Vergi məcəlləsinə uyğun olaraq onun maaşının 200 manatlıq hissəsi gəlir vergisindən azad olunur. Bu halda vergiyə cəlb olunan məbləğ 1000 manat təşkil edir. Vergiyə cəlb olunan 1000 manatın 14%-i 140 manat edir. Bundan əlavə maaşdan məcburi dövlət sosial sığorta haqqı üçün 36 manat, işsizlikdən sığorta üçün 6 manat və icbari tibbi sığorta üçün 24 manat tutulur. Nəticədə Əhmədin maaşından ümumilikdə 206 manat çıxılır və onun əlində qalan xalis əmək haqqı 994 manat olur.